İkinci fəsil. Düşüncə tərzlərinin daxilinə baxış. Gənc bir qadın olduğum vaxtlar mən şahzadə kimi bir həyat yoldaşı istəyirdim. Çox yaraşıqlı, çox uğurlu, cəmiyyət içində böyük nüfuza sahib biri. Parlaq bir karyer arzulayırdım. Amma elə bir şey olsun ki, çox çətin və ya riskli olmasın. Və bütün bunların mənə sadəcə kim olduğumun sübutu kimi asanlıqla gəlməsini istəyirdim. Razı qalmağım üçün illər lazım oldu. Çox yaxşı bir kişi ilə evləndim, amma o da bir inkişaf mərhələsində idi. Çox gözəl bir karyeram var, amma sözün açığı daim bir çağırışdı. Heç nə asan olmadı. Bəs niyə indi razıyam, məmnunam? Çünki düşüncə tərzimi dəyişdim. Bu dəyişimi işimə görə etdim. Bir gün doktoran tələbəm Mary Bandura ilə birlikdə bəzi tələbələrin niyə bu qədər öz qabiliyyətlərini sübut etməyə fokuslandığını, digərlərinin isə sadəcə rahat şəkildə öyrənə bildiyini anlamağa çalışırdıq. Birdən başa düşdük ki, qabiliyyətin bir yox, iki mənası var. Biri, sabit bir qabiliyyətdir ki, onu sübut etməlisən. Digəri isə dəyişə bilən, öyrənmə yolu ilə inkişaf etdirilə bilən bir qabiliyyətdir. Beləliklə, düşüncə tərzləri bu şəkildə doğuldu. Mən dərhal anladım ki, məndə hansı düşüncə tərzi var? Niyə həmişə səhvlərdən və uğursuzluqlardan bu qədər narahat olduğumu başa düşdüm? Və ilk dəfə olaraq seçimim olduğunu dərk etdim. Bir düşüncə tərzinə girdiyində sən yeni bir dünyaya daxil olursan. Bir dünyada, sabit xüsusiyyətlər dünyasında uğur özünü ağıllı və ya istedadlı kimi sübut etməkdir. Özünü təsdiq etməkdir. Digər dünyada isə inkişaf edən keyfiyyətlər dünyasında uğur özünü inkişaf etmək, yeni bir şey öyrənmək üçün özünü zorlamamaqdır. Bir dünyada uğursuzluq sadəcə geri addım deməkdir. Pis qiymət almaq, turnirdə uduzmaq, işdən çıxarılmaq, rədd cavabı almaq. Bu sənin ağıllı və ya istedadlı olmadığını göstərir. Digər dünyada isə uğursuzluq inkişaf etməmək, dəyər verdiyin şeylər uğrunda səy göstərməməkdir. Bu sənin potensialını yerinə yetirmədiyini göstərir. Bir dünyada səy göstərmək pis bir şeydir. O da, uğursuzluq kimi sənin ağıllı və ya istedadlı olmadığını göstərir. Əgər olsaydın, zəhmətə ehtiyac qalmazdı. Digər dünyada isə səy göstərmək səni ağıllı və istedadlı edən şeydir. Sənin bir seçimin var. Düşüncə tərzləri sadəcə inancdır. Onlar güclü inanc ola bilər, amma yenə də sadəcə zehnində olan bir fikirdir. Və sən düşüncəni dəyişə bilərsən. Oxuduqca düşün. Hara getmək istəyirsən? Səni hara, hansı düşüncə tərzi aparacaq?